Gedirik millət, gedirik. Yəni Bakıdan Dubaya maşın çəkməyə gedirik də, yəni belə şey görünməyib, amma məncə elə o maşına görə də getməyə dəyər. Gəlib çatdıq. Bir dənə bilet almaq üçün 10 dənə saytı gəzirsən, ay görüm filan reys harda ucuzdur, harda daha sərfəlidir. Artıq bunlara ehtiyac yoxdur. Çünki hamısı bir yerdədir. Aviasales.az-da. Bunun üçün isə sadəcə aviasales.az-a daxil olmaq kifayət edir. Çünki Aviasales bilet satmır. Ən ucuz bileti tapır. Sumka. Uşaqlar o boyda yolu M5 CS görməyə gəlmişəm də, yəni. Göstərəcəksən bizə axırda. Səhərdən yoldayam. Nəyi? CS görmək istəyirik qardaşım. Getdik onda. Mənə özəl aranjıvı xəttlər, zatlar gələn kimi. Gedək, mənə M5. 7-ci seriyanı saxlayırıq. Bu formada. Geri CS-in yanı. Az qalıb çatırıq. Eyni parkingdəyik də, yəni mərtəbə fərqimiz var. Gedək, bir dünya gözü ilə biraz M5 CS görək, biraz qurdalayaq. Hər şeyi də sizə göstərəcəm. Səbirli olun. Ha, BMW-dir bu. İndi görürüm. Yəni, vapor buradan gördüm, sportdan gördüm. Prosto Abbas, bunun belə qırağa çıxmağı normaldır, qardaşım. Motorun qırağa beləncinə çıxmağı. Непонятно. Amma maraqlı. Qəşəng. Neçə sisidir bu? 1250. Maşallah. 1000-dən aşağı yoxdur da səndə. Belə də, yəni 1250, 130 at gücündəsə belə. Çox ləzzətlidir. Abbas, bu nədir? Turbo S. Xaraşo. Oo, salam. Hamı buradadır ki. Aventador, Urus. Oradakıları özünüz görürsünüz. Əmimiz maşallah. Abbas, bunlar da sənindir. Ayda, çox maraqlı. Dayda özdə deyəsən mənim adamım deyə, aranjıvı falan nömrələr də danışır. Yox, mənə M5 CS. Mənə M5 CS görməyə gəlmişəm. Çatırıq. Gəlib satıb qutara bilmirik. Uşaqlar, məncə görürsünüz. Özdə burada bir dənə indi cold start gələcək. Stok vəziyyəti ilə. İndi Abbas deyir, OPF-lə gəlib, başa düşürük də, səsin biraz boğub göndəriblər, Avropadan gəlib, Avropa deyəndə Almaniyadan gəlib avtomobil, amma bir dənə mən bu girişi vermək istəyirəm də, Salam hər kəsə millət, mən Fəxri Əsadov və yeni videomuza xoş gəldiniz. Bu bir tarixdir. Bunu göstərməsi olmaz. 112 kilometr. Uşaqlar, maşının içindən yəni təzə maşınam iyi gəlir. Yəni həm də biraz çox gəlir. Hələ yəni açılışmayıb da. 100 kilometr, yəni zarafat deyil. Mən bu dəqiqə bilməm nə deyim M5 CS-dən bağlı, amma qol qoyan zat da nəysə, ətraflı bu videoda bu avtomobili tam görəcəksiniz. Axşam, gündüz, səhər, günorta əlimdən gəldiyi qədər çəkib sizə də göstərəcəm hər şeyi.
Burada da baba belə bir şey var burada. Hoppa. Yani oldu, olmadı yani. Bakıda qoyduraram da bunu. Şöyle. Bakıda qoyaram. Aha, elə buna yaraşır bir soska. Heç nə yox baba, burada bu qırmızı ləzzət eləyir adamı. Abbas, heç nə soruşmuram səndən necədir zad ora bura. Çünki 112 kilometrcənin probegi var maşının. Onda 30-u məsələn, 40-ı məsələn. Xəbərim yox. Xəbərin yoxdur hələ. Abbasın sürməmə səbəbini də deyim ki, mənə gözləyirdi ki, gəl, qoy bu söhbət də tarixə düşsün. Gəldik, çıxdıq. Sevinirəm ki, 1000 kilometr, heç 500 yox, heç 112 kilometr cəmi avtomobilin probegi var və hal-hazırda avtomobilin içindəyik. Dünya gözü ilə də Salafan M5 CS gördük və hal-hazırda da hərəkətdəyik. Yəni, çox maraqlı olacaq. İzləmədə qalın, videonu da zəhmət olmasa bəyən. Yüngül açılışına elə bil yavaş-yavaş. Sən Nun. Çox belə ad duşu söydün ha belə. Səndə indi F90 olub da, indi CS-lə ilk praktikada belə deyim də, fərqi yavaş-yavaş tutursan. Bu səsdə deyirsən ki, fərqi var. Səsdə fərqi var. Bir də ki, sən dedin, yüngüllük. Hə, yüngüllük mən belə hiss eləyirəm, pasajırda oturub. Ya mən məsələn əminəm ki, tək olsan daha çox fərq eləyəcək. Bu 50 kilo, 60 kilo da fərq eləyir yəni. Doğru? Nəsə var. No, bir də bakitsit də məncə biraz atmosferə salır adamı. Salır, bir iki şeydə oturursan. F90'da olmur da bakitsit. Yox, F90 civandır. Ay sağ ol. Çox rahatdır, maslanışmadan şey var. Soyudan da yox da, bundanca qızdırandır. Soyudan? Yoxdur. Olmur. Olmaz, soyudan. No, zato CS. Yeah, this is legacy approved. I had a vision before them folks had a clue. Thank God I still had ability when we didn't have a roof. I couldn't even think of stability, let alone had the tools to be making change, and it ain't that ancient a memory. Strange that I can't forget where I came, but don't know if they'll do the same and remember me till I'm painting a bigger picture, making some bigger figures. I can't get stuck in that lane, that's deep, it'll be delivered. Trust me. Sabahın xeyir müəllim. Normal. Salam hər kəsə millət. Axır ki, avtomobilin yanında bir vaxt tapdıq. İstəyirəm avtomobillə bağlı ətraflı sizə məlumat verim. Əsas məsələ M5 CS nədir, nə deyil məsələsindən savayı. Yanımızda belə bir avtomobil var və bu videoda
bu avtomobilin niyə bu qədər dəyərli olması haqqında biraz məlumat verəcəm. Bir də ki, avtomobilin standart F90-dan nə kimi fərqləri var, onları sizə izah eləmək istəyirəm. İlk növbədə M5 CS haqqında danışası olsaq, hal-hazırda gördüyünüz avtomobil BMW-nin istehsal etdiyi ən yüngül, ən sürətli luxury sedan olaraq keçir. Sedan olaraq mən bunu adlandırmaq istəyərdim və əsas bunu dəyərli eləyən G90-ın o qədər də maraqlı olmamasıdır sözün əsl mənasında və G90, yəni son M5 o qədər maraqlı olmadığı üçün hamının fikri M5 CS-ə tərəf yönəlmiş oldu və ikinci bir məsələ də avtomobilimizin limitli sayda olmasıdır. Və bu gördüyünüz avtomobildən dünyada cəmi sağ rul, sol rul, nə bilim bu rəng, yaşıl mat, bu rəngin matı totalda 1000 dənə istehsal olunub və ümumi götürsək CS bazasında ən az istehsal olunan avtomobildir deyə bilərik. Çünki M4 CS1 3000 dənə istehsal olunub, F80 M3 1200 dənə istehsal olunub. Yəni M5 CS ümumiyyətlə olmadığı üçün bu BMW-nin ilk M5 seriyasının CS-idir. Bunu dəyərli eləyir və 1000 dənə olması da öz yerində, plus G90-ın da yaxşı olmaması. Avtomobilimizin çəkisi 1825 kiloqramdır. Bu da standart F90-dan 70 kiloqram daha yüngül deməkdir. Yüngülləşdirilmələrin bəziləri mənə məntiqli gəldi, bəziləri isə açığı mənə biraz marketinq olayları kimi gəldi ki, yəni bu ola bilərdi, yəni artistlik eləmə məncə. Avtomobilin ümumi ön hissəsinə nəzər salsaq, F90-dan fərqimiz kapotumuz dəyişib. Full PPF-dir, onu da qeyd edeyim. Karbon kapotumuz gəlib. Bakıda da moda minən bu rəng söhbəti var ki, hamı qrilləri bu rəng eləyir, olur CS. Elə rənglə olsaydı, neysə, sözüm onda yox. Qrillər dəyişib, yəni ön radiator barmaqlığı və bundan əlavə avtomobili ilk belə görəndə ilk gözümüzə girən kapotdur. Çünki kapotun üzərində karbon belə hava kanalları var və bundan savayda belə bir ön lipimiz var. CS-lərdə bu artıq belə deyim standart olaraq CS-də özünə uyğun bir lip quraşdırılır. Lazer faralarımız bu heç, yəni bunlar haqqında çox danışmaq istəmirəm, amma bir məsələ də var ki, M5 CS-i bilənlər bilir ki, bunun bu gündüz işıqları, daylight işıqları sarı rəngdə olur. Yəni bu sarı rəng o qədər moda mindi ki, CS sarısı olaraq keçir. Amma bu avtomobilimiz Almaniyadan Dubaya import olduğu üçün və qanlı canlı nemes olduğu üçün sarı rəngi əslində icazə yoxdur. Yəni Almaniya qanunları ilə ön faralar sarı ola bilməz. Bu 90-cı illərdə artıq bu qanun olaraq ləğv olundu. Amma BMW orada bir dənə boşluq, bir dənə bug tapdı ki, Daylight-a qardaş söhbət eləməmişdik. Daylight ona görə sarı ola bilər. Ona görə də gündüz vaxtı avtomobili idarə eləyəndə işıqlarımız sarı, axşam vaxtı artıq bizim əsas işıqlarımız işə düşəndə həmin bu gündüz işıqlarımız da ağa keçir. Yəni hal-hazırda biz bu işığı yandırsaq ağ rəngdə yanır, sürəndə sarı olur. Yəni başımıza oyun açır deyərdim. M5 CS logomuzu görürük. Yan tərəfə gəldikdə təbii ki, avtomobilimiz performans avtomobili olduğu üçün, yəni bunu BMW əslində istehsal elədi ki, qardaş otur, kəməri tax, get trekə, anasını ağlat. Amma 1000 dənə istehsal etdiyi üçün heç kim bunun anasını normal olaraq ağlatmır. Gələcək dövrlərdə ola bilsin, haçansa bunun da yüngül anası ağlaya bilər, hansısa bir günlərdə, o da indi irəliləyən zamanlarda bilərik. Amma hal-hazırda avtomobilimizin yürüşü neçədir? 140, 150, sürə-sürə artır da, bir artır. Yəni, cəmi 140-150 kilometr avtomobilimizin yürüşü var və istehsal tarixi də çox bir qısa müddət olduğu üçün 21-ci ildə başladı, 22 fevralında bitdi və VIN-kodla bu avtomobilimiz də 22-ci ilin fevralın 15-nə, ad günümdən 3 gün əvvəl istehsal olunub. Yəni, bu da total götürsək 1000 dənədən 998-ci, 999-cu avtomobil olma ehtimalı da yüksəkdir. Nəysə, çox belə getməyək dərinliyinə, ümumi nəzər salsaq, bizim burada qəşəng, indi buna Frozen Gold da deyirlər, Gold da deyirlər, hər bir cür ad qoyub, çox belə gözəl rəngdə disklərimiz var və ön-arxa 20-dir. Biraz koda düşdüm açığı, çünki G seriyalarda falan fərqli olurdu. 20-21 olaraq keçirdi və yaxud 19-20 olaraq keçirdi. Burada 4-ü də 20 diskdən istifadə ediblər. İndi deyə bilərsiniz ki, qardaş 4 çəkərdi də, yəqin ona görə 4-ü də 20-dir. Razılaşmazdım, çünki G80-lərdə də, yəni X-Drive olaraq başqa-başqa təkər forması ilə gəlir. Neysə, sözüm onda yox. Tam da diskin arxa hissəsində çox iri bizim karbon keramika əylət sistemimiz var. Karbon keramika artıq bunda opsiya olaraq deyil, standart olaraq
standart olaraq gəlir. Çünki bu yəni uçan bir avtomobil olduğu üçün bu dayanmalıdır da. Yan tərəfimizdə eyni disk rəngində Gold M5 CS znakında biz görmüş oluruq. Hazırsınızsa indi istəyirəm kapotu açaq, bir motorxanaya da nəzər salaq. Standart BMW 2 dəfə kapotu çəkirik və kapotumuz heç bir dil axtarmadan açılır. Kapotun altında belə bir gözəlliyimiz var. 4.4 litr həcmində, 2 turbolu, F90-dan gördüyümüz bir mühərrik. Amma yenə də F90-dan fərqli olaraq biraz barmaq eləyiblər mühərrikimizə və bununla da 600-dən 635 at gücünə çıxıb. 750 Nm-də torkumuz var. Yəni ayı kimi bir mühərrikimiz var, onu deyə bilərəm. Karbon kapotu altdan baxanda biz karbon görüntünü görə bilirik və burada da yəni qardaş vallah billah M5 CS-dir demək üçün belə bir iri bir logomuzu görürük və bundan savayı kapotun deməyim, mühərrikin üst hissəsində belə bir qapaq var və bu da karbondandır. Standart F90-da gəlməsə də F90 Competition-da da biz bu qapağı görə bilirik. Avtomobil yenə deyirəm, sıfır yeni avtomobil olduğu üçün artıq burada falan şey nətərdir falan baxmırıq. Yəni zavod nə formada istehsal eləyibsə o formada kapotu görə bilirik. Kapotu istəyirəm bağlayayım. Bu hissəni yəqin kəsəcəm. Alınmadı. Oldu. Yaxşı pis bilmirəm, amma bir dəfə bağlayacaqdım, elə onu da elədim. Yan tərəfə gələsi olsaq, avtomobildə demişdik ki 70 kiloqram çəki atıblar. Artıq bildiniz kapotda falan. Damın karbon olmağı o qədər önəmli deyil, çünki M5-lərdə zaten karbon dam gəlir. Amma misal üçün, bunların deyəcəm, gördüyü işə bax, misal üçün. Luxury Premium Sedan. Bunu eləməyin də. Yəni bu vakum o qədər məncə bahalı deməyim, o qədər ağır bir şey olmamalıdır. Yəni bu luxury sözü varsa orada bir dənə bura əlavə eləmək olardı. Düzdür, mənim üçün çox da vecimə deyil, mənim heç bir maşında olmadığı üçün normal gəlir. Amma adam bir istəyir, yəni bunu axtarır. Ümumi avtomobilin rənginə nəzər salsaq, məncə M5 CS alınası ən bomba rəng elə budur. Çünki mat xoşlamıram. Burada da 3 dənə bizim variantımız var. İkisi matdır, biri yaşıl matdır, biri bunun matıdır. Elə parlaq bu variant çox əladır. Yəni buna biz rəng koru olmadığımız üçün, yəni Nardo Grey də deyə bilmərik. Yəni Nardo Grey də deyil, yəni tünd. Adı nə gedir bunun? Brands Hatch Grey. Bir dəqiqə gözlüyün gəlirəm. Aşağıda yazmalısınız. Brands Hatch Grey. Track'tir. Brands Hatch Grey. İngiltərədə track'tir. Brands Hatch. Grey. Grey, bura. Boz rəngdə avtomobilimizin rəngi var. Brands Hatch Grey də deyə bilərik istəsək. Karbon, nə bilim, güzgü qapaqlarımız var, karbon güzgülərimiz var deyə bilərik. Amma bu açığı bu günləri M5 CS çəkilisi, onun güzgüsü haqqında məncə çox danışmayacağıq. Maraqlı nə var desəz, hansı ki interyeri sizə göstərəndə ətraflı izah eləyəcəm. Bucket seat. Yəni hansı ki biz bunu G seriya M-lərdə görürük, M2-də, M4-də görürük, M5-də görməmişdik açığı. BMW həmin bucket seat hansı ki bu görüntüsü narahat, oturub düşmək narahat, amma oturandan sonra çox rahat olan oturacaqlarla normal bir formada çəki atıb və nəzərə alın ki, elektron da oturacağımız işitisi də var. Düzdür, avtomobili idarə eləyəndə, interyer haqqında danışanda məlumat verəcəm, amma bu bucket seat'i də eləmək olar, yəni etmək olar, problem yoxdur. Əsas bomba isə avtomobilimizin arxa oturacaqlarındadır. Hətta istəyirəm bir yüngülvari əyləşim sizə onu da göstərim. Öndə olduğu kimi arxa oturacaqlarımız da fikir versəniz belə bucket seat formada. Hələ bucket seat də yəni rahat formada deyə bilərik və görüntü də başqadır. Yəni siz heç vaxt bir M5-də arxada oturanda karbon arxalıqları olan oturacaqları görürsünüz və görüntü möhtəşəmdir buradan, onu deyə bilərəm. Yəni bu BMW-nin konkret elə bir gördüyü işdir ki, 4 nəfər yığıldın, getdin Nürburgringə, fırlandın, ay brat sən arxada oturma, ağırlıq eləyirsən zad, yox. Hamı oturdu, hamı xoşbəxt şəkildə. Fırlandı, gəldi. Nürburgring demiş, avtomobilin bütün belə deyim, optimizasiyasını, bütün bu parametrlərini, ayarlarını hamısını Nürburgringdə eləyiblər və ona görə də avtomobilin hər oturacağının
orta hissəsində də Nürburgringin xəritəsini biz burada görə bilirik. Maraqlıdır, maraqlı nüansdır, onu da qeyd edeyim. İndi keçək avtomobilin arxa tərəfinə. M5 CS, yəni bu yazı superdir də, yəni bir dənə bagajdan ola evdə vurasan divara da, yəni belə bir, yəni bu CS-in də qara və yaxud xrom rəngdə olmamağı məncə möhtəşəmdir. Çünki disklərimiz və kənarlarda olan, jabralarda olan eyni rəngdədir. Çox bəyənirəm, çox superdir və yenə də qeyd etdiyim kimi BMW CS istehsal edirsə, CS hazırlayırsa, onun mütləq özünə uyğun ön lipi, bir də arxa spoileri olmalıdır. Gördüyünüz kimi də həmin bu arxa spoilerdən də bizim M5 CS-imizdə var. Bir də başqa məsələ avtomobilin arxa hissəsində olan diffuserdir. Diffuserdə konkret belə fərqli bir formadadır. Karbondur da, onu demirəm. Və avtomobilimiz Alman importu olduğu üçün yenə deyim, OPF-li versiyadır. Yəni siz Amerikan M5 CS-dən daha çox səs eşidə bilərsiniz. Amma bu Avropa standartlarına cavab verməli olduğu üçün OPF kimi bir problemimiz var. Gələcəyinə bilmirəm nələr ola bilər bu avtomobilə. Bir hava filtri bəlkə ola bilər. Hava filtri gəlirsə bunun egzost hissəsi də məncə istəyir. İndi gələn zamanlarda yaşayıb görəcəyik. Egzost çıxışı başlıqlarımız biraz fərqlidir. Yəni bu boyda söhbətin üstündə o qədər də çox da gözümüzə girmir və bundan savayı yenə biz avtomobilin lightweight olmağı, 70 kiloqram daha yüngül olmağını bagajda görürük. Yəni luxury premium sedanda knopkamız yoxdur. Zəhmət olmasa əli və qüvvət. Əllə açılır, bağlanır və bundan savayı avtomobilimizdə biraz gülməli və qəribə səslənsə də 360 kamera artıq yoxdur. Sadəcə bizim bir dənə arxa hissədə kameramız var ki, yəni bu da şükür elə ki bunu qoymuşuq, biraz söhbəti ilə gediblər. Maraqlıdır, yüngüldür, bir o qədər də dinamikdir. Çünki avtomobil nə qədər yüksək at gücündə olursa olsun, o yüngül deyilsə, ondan istədiyin nəticəni əldə edə bilmirsən. Belə, avtomobilin eksteriyeri ilə bütün məlumatları sizə verdim. İndi keçək interyerə, biraz da sürək, axırda da söhbət edəyik. Хорошо, bomba kimi. Deməli millət, hal-hazırda M5 CS-in interyerindəyik. Yanımızda Abbas var. Abbas, ilk növbədə çox sağ ol. Buyurun. Maşını bizə həvalə etdiniz ki, qaqa sür. Düzdür, çox da belə wow bir şeylər gözləməyin, çünki cəmi biraz sürmüsən Abbas. 231 kilometrdədir avtomobilimiz. Normal, həri. Prosto nə ləzzət elədi M5 CS yazılmağı, açıq desəm. Bir də M5 CS-in də şəkli gəlir də. İndi o söhbətlər maraqlıdır ki, burada hər şey yolunda. Tak. Hə, bir dənə arxa kameramız var da, başqa içinə. Ki, belə çıxacaq. Alcantara rul bombadır, brat. Onu dəqiq deyə bilərəm. Sən bunu elə bil ki, xodladın, üşə saldın, poligon 4VD-dir də, yəni. 4 çəkər olur, 2 çəkərə çevirməsən elə də qalacaq, düzdür? Belə də qalacaq. Aha. Bəs 3 şey var da, rejimi var. 4VD, 4VD Sport. Aha. Nəsə dəyişikliyi var da, yəni. Tamam. Bu görəsən suspensionda olan dəyişikliyidir yalnız, yoxsa? Yox. Məncə, yəni diferensial reduktorun işləməyində fərq ola bilər. Okay. Bir də ki, 2VD təmiz. 2VD heç. Yaxşı, təmiz o. Sağ ol. Sağ ol. Bu qaqaş da maşallah. Gülə-gülə keçsin. Gəlirdi. Öz yerimiz gəldi. Tamam. 2VD-də amma tam ayırır hissi var səncə, yəni. Əlbəttə. Yəni elə vaxt deyirlər 4VD-ni 2VD-yə çevirəndə o qədər də. Yox. Sağ-sol. Düz. Elə burayla. Yəni tam ayırır. Yox, konkret ayırır, yəni drift eləmək olar. Drift eləmək olar söhbəti, o dəqiqdir. Yəni qabaq mostda naqruska düşdü. Yox, elə şeylər yox. Elə şeylər yox. Yəni F90-da belə idi. İndi bunda Bunda elə bilmirəm.
bilmirəm, amma yenə də yəni Yəqin ki, güman elə edirəm ki, odur. Yəni Güman edirsən eyni ki, qaynada. Maraqlıdır. Maraqlıdır. Düzdür, uşaqların tam ürəklə basmırıq. Pravaya baxırıq, keyfimiz gəlir. Biraz avtomobilin ümumi apqatka prosesi Spulu eşitdim. sonra. Spul. Mən bu dəqiqə həyəcandan heç nə eşitmirəm. Şeydə yox idi prosta. Bu competitionda belə Fikrim rolda. Spul yox idi. Oturmamış şey. Hə. Yox idi. Maraqlıdır. Amma şey var, bırıltı var bura. Buraltı O var. Özü ki çoxalır. Hə, getdikcə Hə, çoxalır. GTC-də biraz çoxalır. Yəqin ki 1500-ə 2000-ə zədə yaxın, yəqin ki lap açıq. O söhbətdir də onda təzə maşında sürməlisən, nə bilim bu içi yanmalıdır, dəmir oturmalıdır. Əlbəttə. O söhbətlər var. Amma bax indi nə tapdım Abbas? İlk növbədə səs izolyasiyası nisbətən zəifliyib, onu sən də demişdin ki, yüngül olsun deyə. Amma hər şey yüngül olsun deyə, misal üçün bura qol qoyana yüngül olsun deyə bunu ləğv O edirlər. CS-in siyasətidir də. Yəni BMW CS üzrə siyasət. Yaxşı. Səndə də yoxdur, heç kimdə yoxdur. Yaxşı. Heç birisində yox. Bəs niyə Çox narahat bir Bu şey. niyə elektrondur bəs? O yəqin elektron olmayanı Yoxdur deyə. yoxdur, yəqin ki. Bilmirəm. Məsələn, məndə yoxdur, elektron deyil. Elə Səndə prosta mən bilmirəm G30-da elektron olmayan var. Yəqin ki var. Yəni ona görə qalıram ki, yəni buna dəyməzdi misal üçün. Bunu ləğv eləyə bilərdi misal üçün. Və yaxud da ki, səninlə danışdığımız söhbət ki, Power Wilkin var idi da bunda. Bunu o ağırlıq verə bilərdi. Harmondan razısan? Yox. Yəni Çox sənə sadə, məncə çox. okeydir də 5 kilo biraz şey olsun, amma Power Wilkin Mənə okeydir. gəlsin Prosta yəni ki şeyin filosofiyasından amma düz gəlmir də. Sükan falan xoşuma gəldi, düz gedirik. Düz gedir ya. Biraz sən danış. Neçə gündür sürürsən? 2. Dünən bugün. Dünən bugün. Abbas sağ olsun mənə gözləyirdi ki, gəl, probega artmasın. Ay sağ ol. Bu hal-hazırda bir tarixdir məncə. 10 il sonra heç vaxt sən görə bilməyəcəksən ki, 100 kilometr olan. YouTube-u baxacaq. Ay sağ ol. No, səni bu avtomobildə həvəsləndirən nə oldu ki, vot dedin M5 CS mənə lazımdır. Səndə F90 M5 var idi F90 M5 var idi məndə. 4 il sürdüm onu mən. F90 M5. Maraqlıdır yox? Mənim fikrimcə M5-lərin arasında ən gözəl M5-dir. Ona görə də mən F10 yox. F10 yox. Yox. Bilmirəm, məndə F10 heç vaxt olmayıb, heç vaxt istəməmişəm, heç vaxt sürməmişəm. Amma yəni ki, heç vaxt ondan xoşum gəlməyib. Amma F90-ı sevdin. F90-ı sevdim. Sonra F90-ı dəyişmək istəyəndə G90-ı getdim, baxdım, sürdüm, trekdə sürdüm, şəhərdə sürdüm, bəyənmədim açığı. Nəyi xoşuna gəlmədi? İndi vizual mı yoxsa? Yox, vizual çox gözəldir. Sözüncü maşın çox qəşəngdir. Mənim xoşuma gəlir. Doğru. G90, hə. Sadəcə nə bilim, xarakteri yoxdur o maşında. Maşın 7-ci seriya olub deyirsən? Hə, maşın olub çox gözəl, çox belə səviyyəli, motoru güclü 5-ci seriya. Hə, 5-ci seriya. M5 demirsən də. M5 demirəm, M5 ona demirəm. Yəni bazar onu tələb eləyir. Marketinqdə onu yəni ki, hibrid falan məsələləri, marketinqdə onu yəni şey eləyir. Ona görə də bax misal üçün də çox təəssüflər olsun. 1825 kiloqramdır. O neçə kiloqram idi? 90. 2 ton yarımla 2500. Yəni o 2 ton yarımı sən hiss eləyirsən? Əlbəttə. Sürəndə. Конечно. Bundan güclüdür mühərrik. Bundan mühərrik güclüdür, hə. No o 700 kilo çoxdur yəni bu maşın üçün. Yəni sedan üçün 700 kilo xeyli az. Yəni konkret yük çəkir kimi də. hiss eləyirsən də. Nə də hələ bir ki şeyin üstünə, hələ bir ki F90-ın üstünə, CS-in üstünə bir dənə üstünə nə bilim, bir dənə 06 qoymusan sürürsən. Yəni belə də yəni. Onda sənin sözünü bölürəm. Mən yüngül bunu da elə sürmək istəyirəm. Orada polis var. Sən onu oradan onu zametqə eləmirsən. Bundan qabaq zametqə. Bir öncəki pəncərəsi açıqdır.
bizim nəyimiz var? OPF kimi qardaş üstündə. Bilirəm də, sonra qaz bassan da. Tərtəmiz uşaq. Buradan sağa, Buradan sağa. Davay. Yaxşı, hər şeyə başa düşdüm. F90 sənə xoşuna gəldi. Bəs M5 CS-də nə səni əsas cəlb elədi, belə deyim? Az sayda olmağı. Az sayda olmağı, sonra rəngi. Çünki bu rəngdə yəni M5 Competition yoxdur. Rəng qamması mən deyərdim də, yəni ki, ümumiyyətlə yəni hər üç rəngdə M5 yoxdur zaten. Mən bilən yox. Mən bilən yox. Sonra nə bilim, məncə F90 xoşlayırsansa, yəni F90 xoşuna gəlsə, bu onun pik variantıdır. Bundan yəni ki, oynası. Ondan yaxşı nə ola bilər bu? Hə, bundan oynası ola bilməz. Bəs oturacaqlar cəlb edir. Mənim xoşuma gəlir. Yəni mənim xoşuma. Yəni mənim üçün bu yəni yenilik deyil artıq. Hə, çünki məndə G81-də eyni bu otacaqlardandır. Yenilik olmayıb bu mənim üçün. Yəni ki, bundan mən уже 2 ildir, artıq 2 ildir istifadə edirəm. Bəs bu oturacaqlarla, yəni bu avtomobili 100 km sürmüsən yoxsa çox bununla bağlı sual verməyim. G81 ilə ümumi və ya eyni belə bir Bakı sitli avtomobillə uzaq yol getmirsən, yorur eləyir, yəni bir 500 km. Getməmişəm, amma getmək fikrim var. Məncə yormaz. Çünki mən yəni ki 1-2 nəfər mənim tanışım, dostum var, hansı ki Avropada bu maşınlarla, yəni bu oturacaqlarla sürür. Onlar çox razıdırlar. Yəni 500-600 kilometr, yəni 1000 kilometr məsafə üçün, yəni şeydir. Amma bir də deyirlər ki, nə bilim, bu çox bərkdir, sərtdir. Yox, mən deməzdim. Yəni competition-dan böyük bir fərqi yoxdur. Mən bilən competition qədər rahatdır bu. Yəni mənə də açığı. Dünən mən düzdür o tərəfdəyəm, sərnişin tərəfdəyəm. Amma yox, yaxşıdır. Yəni səs-küylü deyil. Yəni şey yoxdur da. Bu rus dilində svirçok deyilən bir şey var da, yəni. Səsi küyü yoxdur. Məncə çox günün sonunda 4 qapılı bir iri avtomobil 2.9 saniyəyə. Bəli. Amma G var ha. O şey hiss edirəm. Dartmağı hiss edirəm. Özdə bu apkatka ilə keçməmiş. Hətta ona görə tam belə adam istəyir. Prosta özün görürsən də, yəni bu şey var. Cümlə qura bilmədim düzdür. Emosiya var. Emosiyanı promoy mənim üzümə verir, yəni. Verir. Və yüngül hiss eləyirəm. Həqiqətən yüngül hiss eləyirəm. Dünən biraz bu söhbət getdi aramızda ki, elə bir hiss eləyirəm ki, yüngüllük. Sən yəqin ki F90 sürmüsən də. Yes. Sənin maşını da sürmüsən. Mənim də maşını sürmüsən. Yəni bu biz qəbirdən sola. Davay. Söyle onun qabağına. Sorry brother. Hə. Aha. O yəni 70, 100 neçə kilodursa, yəni fərq edir. Yəni o fərqi sən hiss edə bilirsən. Çox yüngüldür. Arxasına fikir verməsəm 3-cü seriya kimi gəlir. Yəni M3 sürürəm, M4 deməyim də qapılar belə. M3 sürürəm hissi var bu dəqiqə. Paketçitdə biraz ona şey verir. Çünki öyrəşmişik biz buna. Keçə bilirik. Keçə bilirsən. Yəni yaxşı keçir bunlara. Şeydə keçsin. Hamı keçir. Tərəsərik kimsə. Vəziyyəti, səhhəti pisləşib. Aha. Sür. Keçək də day. Keçsin. Onu hiss edirəm, amma bir dənə də maraqlı nədir Abbas, xoşuma gələn. Bu gün hər story paylaşdım. Özümü çəkdim belənciyinə, o şey var ya, belə Ferrari, Lamborghini. Belə çəkdim, görürəm arxada bir dənə də paketçit mənə baxır. Zaten o da məncə fərqli yanaşmadır. O fərqli yanaşma mən biləni M5 yeganə sedandır ki, 4 dənə paketçiti var. Arxa, M5 CS. M5 CS. Əvvəlki modellərdə misal üçün buna oxşar nə görmüşük? Paketçit deyə bilmərəm. 190 Evo'larda falan, Cosworth'lərdə falan arxa 2 nəfərlik söhbəti var hardasa. 2 nəfərlik var. Nəfərlik, hə, qayınçda var, 2 nəfərlik. Amma belə çox Azərbaycan sayağı desəm, Cobra başı kimi belə bir şey, amma olub. Nəsə pisləşib. Olayın da üstünə gəldi ya. Mən də belə gəzirəm. Buradan yolumuz var elə bir biraz. Çox basa bilmir uşaqlar, amma gedir.
Zordur Murad. Mənə bizə nə maraqlıdır? Bu maşın apqatkası qutarıb 2 VD-də sürürsən. O şey yüngül power slide. Mən prosta mənim zənnimcə bu G81-dən maraqlı olmalıdır Murad. Özdəki yəni ki sürət daha sürətlidir. Murad, hara fırladırsan fırlat, sən mənlə razılaşarsan ki, 6 silindir, 8 silindir. Başqa şeylərdə, tork. Nədə Murad? Tork fərqlidir. 100%. Tork fərqlidir. Yəni mən öz maşınımda şəxsən, məsəl üçün birinci skor saymıram da heç. Mənim 2'm var bir dənə, 3'üm var. 4'üm yoxdur mənim. 4 olar, stage 2 zad olsa 4'də nəsə istəyirsən. Amma bunda mən bilirəm ki 2, 3, 4 tork var deyə sən traslar rahat, yəni heç də itirmirsən, eləmirsən ki, falan yerdən sonra zəiflədi, getməyi demirsən. Amma 6 silindirdə onu deyə bilirsən. Təəssüflər olsun. Çünki 140-150-dən sonra açığı desəm, sən də M4 CS də sürmüsən, sadə də sürmüsən burada, oradan bilirsən. Amma yenə də o litraj məncə öz sözünü deyir, hara fırlatsan. Əlbəttə. Litraj üstünə də lightweight söhbəti gələndə olur maraqlı. Bir də ki, uşaqlar... Maraqlı, biz sənlə müzakirə edirdik bunu səhər. Təzə M2-dən, Coupe M2-dən, heç M3-ü mən demirəm. Təzə M2-dən... G87-dən cəmi 100 kilo artıqdır maşın. Biz bu 4 nəfərlik sedandır bagajla. Hədə elə bil ki, bir dənə 1700 100 kilo bir dostun oturur. 1700, mən bildiyimə görə 1710 kilo odur ya, M2. 1825 kilo bu. Amma yəni maşın, yəni ölçü fərqi də var. Maşın bunun yarısı boydadır. Yarısı boydadır. Uşaqlar, если что, abası məcbur oturtdurmamışam burada. Biraz halı o qədər yaxşı deyil deyə. Bu halım uca düzəlir də, yəni sürücü biraz gəzir. Daxili orqanlarım gəzir də oraya. Deyən görək, buradan var ya Abbas elə bil. Stokdur ya bax. Necə möhtəşəmdir. Stokdur. Sən düz deyirsən. Deyirsən, heç də eləmək əslində lazım deyil. Bunun öz təbiətini korlamaq lazım deyil. Nə səsini, nə zadını, prosta qazını, yəni ki, sadəcə qazını bax, kayfını tut. Amma intake səsi olsa, intake səsi yox demərsən. Yox, intake səsi olacaq. Yəqin ki, apqatkadan sonra biz Eventuri intake-i qoyacağıq, quraşdıracağıq. Nəyə görə? Çünki mən Eventuri intake-i maşından əvvəl almışam. Yəni, var artıq səndə. Artıq var məndə, çoxdan almışam, evdədir. G81-ə onu qoyandan sonra mən başa düşdüm, çox xoşum gəldi ondan. O turbanın spulundan da, yəni ki, qazı ki buraxırsan ya sürəti şey çevirəndə o pıs eləyir onu. Ondan çox xoşum gəlir. Prosta mənim fikrimcə 8 silindirdə daha yəni ki, o şey olacaq da belə. Mən qulaq asmamışam, yalan deməyim. Səndə də eyni. Səsini də mən 8 silindirdə qulaq asmamışam. Eventuri maraqlıdır, G81-də onu eşitmişik. Amma mənə elə gəlir ki, bu intake varsa, bunun girişi varsa, bunun çıxışı da məncə hardasa olmalıdır. Nəzərə alsaq ki, bu avtomobildə OPF də var da. O da biraz boğur. Bu maşında OPF var. Buna biz səs əlavə etmək istəsək, biz ya gərək buna full egzoz sifariş eləyək. Çünki buna misal üçün Akrapoviçin arxa qazanını qoysaq, bunun səsi çox cüzi dəyişəcək. Söhbət ancaq bankadan gedir. Bankada yəni onun adı Axleback-dir. Ya Catback buradan ora gedir. Axleback. Yəni Axleback-ni dəyişsək, çox cüzi bir fərq eləyəcək. Ona görə yəni onun yəni pul xərcləməyinə dəyməz. Video olacaq, qəşəng, çox əla. Mən deyirdim bu səsi prosta sən istədiyi eləmək üçün, sən istədiyin nail olmaq üçün gərək bunun full exhaust, heç olmasa bunun yəni OPF delete, biraz dərinə getmək lazımdır. Sözün düzü, mən bu maşında dərinə getmək istəməzdim. Mən onu istəməzdim. Yəni hardasa mən səninlə razıyam, səs biraz artıq olsaydı yaxşı olardı. Amma yenə də bu maşın belədir ki, mən istəyirəm bundan, yəni ki, belə şənbə günü axşam gedim restorana. Ona da mənə səs lazımdır. O məntiqlə razıyam. Bir də ki, misal üçün də bu avtomobil dəyərində çox şey
başqa çeşidlər var, seçimlər Əlbəttə. var. Amma bu elə bil həm də biraz belə başı çıxan bilsin avtomobili deyə 100%. düşünürəm. Yəni məsələn qıraqdan baxan deyəcək ki, M5-dir, maksimum deyəcək M5-dir də. Pyorka. O da 5-ci seriya. Pyorka məsələn arxasında M5-i görəcək deyəcək də M5-dir. M5-də. Amma orada CS var, yoxdur. Çox da o başa çıxmayan onsuz onun üçün bir şey dəyişməyəcək. Amma məncə sənə fərqi yoxdur. Özüm bilirəm. Söhbət Özüm bilirəm. Belə Özdəki ən maraqlı şey odur ki, yəni işıqforda dayanaq 458-lə olsun Huracanla, daha doğrusu Huracan S-də üstüdür. Huracanla olsun GT3 RS-lə. Aha. Yəni ehtiyac yoxdur deyirsən durmağa. bu maşını yox, yəni bu vaxt yox. Onlar durmaz. Onlar durmasın, yox. Biz düz gedə bilirik. Sən düz get, razvat olacaq gedək, LG-də. gedək. Dava gedir. Yəni sürətini görürsən. Ona görə Maraqlıdır, amma avaz açığı bugünkü bu şeyi tam saymıram. Apkatka bu qutarsın. apkatka da Sonra gələrsən, bir 92 M3-ü mən məsələn sürdüyün kimi bu da hə, sürmək doydum. O maşınla belə V8 Bundan da manualın tam belə həzzini yaşadım necə deyirlər. Amma burada həm maşın təzədir, açığı heyfim də gəlir, yalan deməyim, incitməyə, həm də bizə necə vicdan olmalıdır insanda burada probeqə Amma baxırsan. razı ki, yəni artıq bu adam gülümsəyir də, yəni Bura maşına qazı basanda yəni emosiyalar emosional avtomobildir özü. 100%. Çünki bax G90 emosional avtomobil deyil. O daha çox komfortludur onda belə başa düşə bilərik. Bu mən sənə deyim, əgər sən özünə yəni ki şey almaq istəyirsənsə, güclü belə də yəni ki, privozu dəyişdi. Belə güclü, yəni sedan, doğrudan da çox komfortlu, çox əla belə yəni gündəlik onu sürmək istəyirsənsə, G90 əla maşındır. Mən demirəm ki, pis maşındır. Əladır. Sadəcə mənim zövqümə yəni ki, uyğun deyil. Amma Sadəcə, məncə yəni zövqlər fərqlidir. Kimsə G90 alıb deyir ki, qardaş yox, F90 nədir? F90 artıq yəni ki, dünənki gündür. Razıyam. Yəni mövqeylər fərqlidir. dünənki gün məncə amma daha yaxşıdır axı. Arada adam keçmişə getmək istəyir. Yəni keçmişdə məncə bu var idisə, gələcək o qədər də maraqlı olmadı. Yox. Gözlədiyimi vermədi də zarafatsız. Heç nə. Son olaraq da biz bir finalni gedək. Bununla da videonu bağlayaq. Uşaqlar, zəhmət olmasa videomuzu bəyənməyi, kanala abunə olsunlar da. Olsunlar. Biz deyə yenə bir 3-5 nəfər baxacaq bu videoya, amma yenə də dəstək olan hər kəsə təşəkkür. Yəni də yüngülvari. Oradan da yoxa çıxaq. Yaxşı deyim bu. Oyda. Adam güldürən maşın. İnteresli. Tam fason edeyim. Elə. Tam soxmadım.